Hər vaxtınız xeyir olsun. 9 iyun tarixidir. Sabaha olan hava haqqında məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Milli Hidrometeorologiya Xidməti məlumat verir ki, iyunun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, lakin əsasən yağmursuz keçəcək. Gündüz yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 20-22 dərəcə isti, gündüz isə 27-32 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarına gəlincə, əksər rayonlarında hava şəraiti yağmursuz olacaq, bəzi dağlıq və dağətəyi rayonlarda isə arabir yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı və dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturuna isə gəlincə gecə 17-22 dərəcə isti, gündüz isə 30-35 dərəcə isti olacağı gözlənilir. Dağlarda isə gecə 8-13 dərəcə isti, gündüz isə 15-20 dərəcə isti olacaq.